Tevhiddən uzaqlaşmaq fitnələrin ən böyüyü. Fasiqliyin, asinin ən pisidir. Tevhiddən üz döndərmək kainatın nizamından və vəhdətindən çıxmaq deməkdir. Bu səbəbdən Allah Teala bu prinsibi Quran şəkildə təsdiq etmiş, buyurmuşdur. Bax, nə deyir Allah Teala? Dinləyin. Biz göyü, yeri və onların arasında olanları batil olaraq boş yerə yaratmadıq. Bu kafirlərin zəndidir. Vay olsun kafirlərə. Vay olsun o kafirlərə od, ateş. Məhər iman gətirib yaxşı işlər görənləri yer üzündə fəsad törədənlər kimi tutacaq, yaxud müttəqiləri günahkarlarla eyni edəcəyik. Sad surəsi 27-28-ci ayə. Yəni, tevhid məsələsi kainatın bütün nizamı ilə bağlıdır. Hatta bütün bu kainatı tevhidə görə yaradıb. Kainatın bütövlükdə bu əsas üzərində dayanması üçün qoyulmuşdur. Tevhid başlanğıc, inkişaf, həyat, ölüm, hər şey. Allah Teala buyurur, de, həqiqətən mənim namazım, qurbanım, həyatım, ölümüm, aləmlərin Rəbbi olan Allah məxsusdur. Onun heç bir şəriki yoxdur. Mənə belə əmr olunmuşdur və mən ilk müsəlmanlardan ikiyəm. De, məyər Allahdan başqa bir Rəbb axtarım? Halbuki hər şeyin Rəbbidir. Hər kəs yalnız öz qazandığının əvəzini daşıyacaq. Heç bir günahkar başqasının günahını daşımayacaq. Sonra sizin dönüşünüz Rəbbinizdədir.